Yəni insan biləndən sonra ki, bu neməti ona verən Allahdır. Bunun əksi olan küfrə, asiliyə, üsyana, nifrəti onun qəlbinə qoyan Allahdır. İnsan nə edir? Allaha şükr eləməyə başlayır. Həmin o neməti verənə şükr eləməyə başlayır. Allahın özündə olan fəziləti nə edir? Qəbul eləyir. Və necə ki Allah Azza və Cəllə bu ayədə buyurur: "Və qalul hamdulillahi'llezî hedâna lihâzâ və mâ kunnâ linehtediye levlâ en hedânallah." Deyir ki, bizi öz hidayəti ilə buna qovuşduran Allaha həmd olsun. Əgər Allah bizi hidayətə qovuşturmasaydı, biz özümüz doğru yola yönələ bilməzdik. Bax, görürsünüz qardaşlar, bu nədir? Bir etirafdır. Əgər Allah bizə hidayət etməsəydi, bizi doğru yola yönətməsəydi, biz özümüz öz başımıza bu hidayəti tapa bilməzdik. Əraf surəsi 43-cü ayə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, Əhzab günü, yəni Əhzab günü o Xəndək savaşı olan gün. Xəndək savaşı olan günü deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrlə bir yerdə o xəndəyi qazırdılar da, torpağı. Həmən o torpaqdan deyir, götürür. Torpağı götürür, Peyğəmbər sallallahu aleyhi və səlləm öz sahabələrlə bir yerdə və deyir: "Vallahi ləulə Allahu məhtədəynə." Allaha and olsun ki, deyir, əgər Allah olmasaydı, biz doğru yola yönəlməzdik, hidayət olmazdıq. "Və lə sumnə və lə salleynə." Nə oruç tutmazdıq, nə də namaz qılmazdıq. Kim deyir bunu? Muhammed sallallahu aleyhi ve sellem. Və Buxari və Müslimdə gəlib bu hədis. Buxari və Müslim rəvayət elədiyi, ittifaq elədiyi hədis. Yəni fəzilət Allahın fəzilətidir. Minnət Allah Azza və Cəllənin minnətidir. İbnül Qayyim rahimehullah deyir ki, bundan deyir bir çox faydalar çıxır. Bunun faydalarından biri odur ki, insan həmdi, şükrü haqq eləyənə yönəldir, Allaha yönəldir. Necə ki, yəni nemətləri Allaha nisbət eləyir, həmən o nemətlərə görə şükrü də Allaha nisbət eləyir. Fəzilət bütünlüklə Allaha məxsusdur. Xeyr bütünlüklə Allahın əlindədir. Və bu da deyir tövhidin tamamındandır. Tövhidin tamam olmasındandır. Bunu da deyir insan deyir bilmədən, həmən bu şeyləri bilmədən onun tövhidi deyir sabit ola bilməz. Birinci məsələ deməli bu şeyləri bilmək insanda nə doğurur insanda? Şükür. Allaha şükr etməyi, Allaha həmd etməyi. Və həmən məsələlərdən ikincisi odur ki, insan Allaha yönəlir. Allaha yönəlir, daim Allaha yönəlir, Allaha dua eləyir, Allaha ümid eləyir və bilir ki, bütün hər bir şey Allahın əlindədir. Hidayət Allahın bir nemətidir, Allahın fəzilətidir və necə ki deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm Musnəddə gəlir, belə dua eləyərdi. O vaxt ki deyir, Uhudda deyir, Uhud günü, Uhud savaşı günü. Gördü ki, artıq müşriklər uzaqlaşır. Çünki savaş baş verir, birinci müsəlmanlar üstün gəlir, sonra müşriklər nisbətən üstün gəlir, sonra müsəlmanlar artıq toparlanır bir yerə, ondan sonra müşriklər uzaqlaşıb gedirlər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "İstəvu həttə usniyə alə Rabbi." Düzülün deyir. İstəvu. Necə ki namaza Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələri düzən deyirdi, İstəvu, düzülün. Səhvlərinizi düztün. Burada deyir, düzülün. Hətta deyir, mən öz Rəbbimə deyir, səna eləyim. Bax, tərif eləyim öz Rəbbimə. Fəsaru xalfəhu sufufə. Və deyir, sahabələr Peyğəmbər sallallahu aleyhi ve sellemin arxasında səhvlər qururlar. Səhvlər şəklində düzülürlər. Fəqal və Peyğəmbər sallallahu aleyhi ve sellem belə dua eləyir. Allahümmə ləkəl həmdü kulluh. Allahım, həmd bütünlüklə sənə məxsusdur. Allahümmə lə qabidə limə basat və lə basitə limə qabat. Allahım, sənin verdiyini geri ala biləcək yoxdur. Və sənin aldığını da verəcək biri yoxdur. Və lə hədiyə limə adləlt. Sən azdırdığını hidayət elə bilən yoxdur. Və lə mudillə limən hədəyt. Və sənin hidayət etdiyini heç kim azdıra bilməz. Və lə mu'tiyə limə mənət və lə məniyə limə ətəyt. Sənin verdiyinə heç kim əngəl ola bilməz. Sənin əngəl olduğuna isə heç kim bir şey verə bilməz. Və lə muqarribə limə bə'ədtə və lə mübə'idə limə qarrabtə. Sənin yaxınlaşdırdığını heç kim uzaqlaşdıra bilməz. Sənin uzaqlaşdırdığını heç kim yaxınlaşdıra bilməz. Allahümmə bsut aleynə min bərəkətikə və rəhmətikə və fadlikə və rizqik. Allahım, öz ruzini, fəzilətini, rəhmətini və bərəkətini ver. Bizim üzərimizə endir. İlə ən qal, hətta dedi, davam edir Peyğəmbər sallallahu aleyhi və səlləm duasından sonra deyir ki, Allahümmə həbbib ileynəl imən və zeyyinhu fi qulubinə.
Allahım bizə imanı sevdir, qəlbimizdə onu gözəlləşdir. Və kərrih ileynəl kufr vəl fusuq vəl isyan. Qəlbimizə küfrü, fasiqliyi və üsyanı nifrət elətdir. Və cealna minər raşidin və bizi doğru yol və hidayət üzərində olanlardan et. Allahümmə tevaffənə muslimin. Allahım bizi müsəlman olaraq öldür. Və əhyinə muslimin. Müsəlman olaraq yaşat. Və lihiqnə bis salihin. Qayrə xəzəyə və lə məftunin. Və bizi deyir, fitnəyə düşər olanların yox, əksinə salihlərlə bizi qovuşdur. Bu Allahın əzəmətliyinə bax, qardaşlar. Bu əslində hər cümləsi bir mövzunun şeyləridir. Gör, amma nə qədər Peyğəmbər sallallahu əleyhi və səlləm belə dualar eləyib. Bu deməli bu hədis də gəlir Rəvahu Əhməd Sahhahul Albani. İmam Əhməd rivayət edib və Şeyx Albani bunu səhihləşdirib. Və deyir ki, bu çox əzəmətlidir, duadır. Yaxşıdır ki, yaraşan odur ki, müsəlmanlar deyir, bu duanı etsinlər. Özləri üçün həmişə etsinlər bu duaları. Və Peyğəmbər sallallahu əleyhi və səlləm etdiyi dualardan, çox etdiyi dualardan bir də bu idi ki, Yə muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allah, mənim qəlbimi öz dinində sabit elə. Deməli, birinci məsələ nədir? Allaha həmd və şükür. İkinci məsələ qulun Allaha yönəlməsi. Qulun Allaha yönəlməsi, Allaha dua etməsi, Allaha ümid etməsi. Və üçüncü məsələ odur ki, qul öz zəifliyini hiss eləyir. Qul özünün hiləsinin, özünün gücünün, qüvvətinin nə qədər az olmasını hiss eləyir, dərk eləyir bu məsələni biləndə. Biləndə ki, hətta hidayət kamilliklə Allahın əlindədir. Sən əgər bir şeyə küfrə nifrət eləyirsənsə, asiliyə nifrət sevmirsənsə, bunu sənin qəlbivə qoyan Allahdır. İmanı sənə sevdirən Allahdır. Və bu zaman qul özündən gücün, qüvvətin özündə olmadığını artıq dərk eləyir. Deyir, la havlə və la quvvətə illə billah. Güc və qüvvət ancaq Allaha məxsusdur. Baxın, tabeinlərdən Mutarrif ibn Abdullah deyir ki, Ləv uxricə qalbi fəcu'lə fi yədi həzihi yəsar. Deyir, əgər mənim qəlbim çıxarılsa, bax, gör necə dəqiq bir şəkildə deyir. Əgər mənim qəlbim çıxarılsa və sol əlimə qoyulsa, və ci'ə bil xeyri kullih və cu'ilə fi yədi yəmin. Deyir, bütün xeyirlər də gətirilib, mənim sağ əlimə qoyulsa, qəlbim sol əlimə, bütün xeyirlər də deyir, sağ əlimə qoyulsa, ləm əstati ən əcələ şeyən minəl xeyri fi qalbi. Yəni, bu bütün xeyirlərdən qəlbimə bir şey qoymağa bacarmaram. Acizliyini gör necə izah eləyir. Bu şeylərin Allahın əlində olmağını necə izah edir. Yəni, qəlbimi çıxarsa, sol əlimə qoyulsa, bütün xeyirlər də gətirilib, sağ əlimə qoyulsa, mən deyir, bu sağ əlimdə olan o bütün xeyirlərdən bir dənəsini belə o sol əlimdə olan o qəlbimə qoya bilmərəm. Bəli, illə ən yəkunəllah huvəlləzi yədə'ahu subhanə. Ancaq deyir, ora, yəni mənim qəlbimə o xeyri ancaq Allah qoya bilər. Qula gəldikdə isə onun heç bir gücü, qüvvəti yoxdur. Ancaq Allahdır bu şeyləri eləyən. Qəlbinin təmizlənməsi, qəlbinin islahı ancaq Allahın əlindədir. Allah istəsə onu islah eləyə bilər.